Yaxşı. Bəli. İnşallah bir zaman qulaqsın calaşam. Birinci bəli. Yox, elə qırılmır. Trigonometriya. Burada trigonometriya. Təbii ki, üçbucaqla bağlıdır, eləmi? Trigonometriya üçbucağı bucaqları ilə bağlıdır. Üçbucaqda keçmişəm sizin üçün. Bu nisbətlər var idi. Üçbucaqda kim olursa dərsdə nisbətlər. Üçbucaqda. Hə Zeynəb? Məlisadə. Nə yazırsan sən? Maşallah. Şairə zad olarsan burada. Yaxşı. Burada uşaqlar. Düzbucaqlı, üçbucaq üzərində birinci həm də təkrar eləmiş olaq bunu. Düzbucaqlı, üçbucaqda nisbətlərə baxaq. Nisbətlər. Hamımıza tanış düzbucaqlı, üçbucaqlara mı? Bəli. Bunlar nələridir? Katetləri A, B. Bu da hipotenusudur. Alfa, beta da iki bucaqlarıdır. Bəli. Burada məsələn trigonometrik funksiyalar deyəndə ağlınıza sinus, kosinus, tangens, kotangens gəlir. Onların hər birinin qiymətini biz nə ilə tapa bilirik? Düzbucaqlı üçbucaqda nisbətlərlə tapa bilirik. Məsələn, biz hər hansı bir iti bucağını, məsələn, alfa bucağının sinusunu tapmaq istəyəndə nəyə bölürdük? Qarşı kateti hipotenuza. Yəni, bunu sözlə öyrənin. Yaxşı, qarşı katet. Çünki hərflər hər an dəyişə bilər. Mən AB yazsam, səhər gündən CD, KB ola bilər. Qarşı katet bölünsün nə? Hipotenuz. Bəli. Yəni, məsələn, alfanın qarşısı nədir? B. B bölünsün nə? C. Bəli. Kosinusunu tapanda nə olacaq uşaqlar? Bitişin hipotenuza. Bəli. İndi gəlin sinus betanı da hazır yazaq. Sinus betanı deyəndə nəyə böləcək? A-nın C-yə. A-nın C-yə. Çünki betanın qarşısı nədir? A-dır. A-dən kim burada olsun? Betanın qarşısı A, B, C. Bəli. Gəlsək biz kosinusu tapaq. Kosinus alfada nəyə böləcək? Bitişik katet. Bitişik katet. Bölünsün nə? Yenə hipotenuz. Bəli, hipotenuz. Yəni, kosinus alfa nəyə bərabərdir uşaqlar? A-nın C-yə. Bitişik, alfaya bitişik katet A-dır. Hipotenuz da C-dir. A-dır, C. Və yaxud da mən kosinus betanı tapsam, bəs nəyə böləcəm? B-ni C-yə. B-ni C-yə böləcək. Bəli, bu kosinus sinin tapılması. Tangensdə isə tangens alfanı tapanda nəyə bölürük? Qarşını, qarşı katet böl bitişik katet. Bunlarda hipotenuz iştirak eləmir. Tangesdən kotangensdə. Bitişik katet. Yəni, alfanın qarşısı B, bitişik də A. Yəni, B böl A. Mən desəm, tangens beta nəyə bərabərdir bəs? B böl A. A böl B, eləmi? Hə, bəli. A böl B. Bəli. İndi buradan məsələn biz kotangens alfanı tapsaq nəyə böləcək? Bitişiyi nəyə? Qarşıya. Bitişik katet böl qarşı katet. Qarşı katet. Bəli. Bir də kotangens beta bəs nəyə bərabər olacaq? Yenə bitişik böl qarşı. İndi bitişik beta bitişik B-dir. Bu yazma bax ha. A böl B-dir. Bu nədir? Kotangens alfa. A böl B. B böl A. Yox. A böl B, düzdür. A böl B. İndi kotangens betada B böl A olacaq. Bu oldu trigonometrik nisbətlər. Təbii ki, indi bu nisbətlər müəyyən məsafələrin hesablanması zamanı ortaya çıxardırlar da. İndi bunların sinus, kosinus, tangens, kotangens adlanması sizdən məndən soruşmurlar, özləri adlandırırlar. Yəni, hündürlüyə İndi müxtəlif məlumatlar var da. Kimidir yerdən dağın zirvəsinə məsafəni hesablamaq üçün, nə bilim, dağa qalxmadan birbaşa hava ilə dağın zirvəsinə qədər məsafəni hesablamaq üçün o zərurətlərdən bax, bu hesablamaları ortaya atırlar. Hə, uşaqlar, burada indi bu nisbətlər vacibdir, çox vacibdir. Trigonometriyanın demək olar ki, daxilindəki mövzularda çox istifadə olunacaq. Üçbucaq qaydasının ilk öncə bunu bilməlisiniz. İndi gəlirik burada nəyə? Biz deməli, bunların kiçik dərəcələrini sonra, kiçik dərəcələrini yazım, sonra keçərik də başqa yeniliklərə və ya dərəcəyə. Məsələn,
Biz burada 30, 45, 60 dərəcələr. İndi kim istəyir, kimə xoşdur, əzbərləsin. Kimə xoş deyil, belə tapsın. İndi baxın da, bura 30 yazıram, bura nə qədər olacaq? 60 dərəcə. 30-un qabağına bir x yazsın, pipetonumuz nə olacaq? 2x. 2x. Çünki 30-un qabağı həmişə nəyin yarısı olur? Pipetonun yarısı olur da. 60-ın qabağı nə qədər olacaq? X kök 3. 30-un qabağındakını kök 3-ə vurur da, elə deyil. İndi desəm, məsələn, sinus 30. Sinus nəyin nəyə nisbəti idi? Qarşının pipetonuza. 30-un qarşısı nədir? X-dir. Pipetonumuz nədir? 2x. Burada x-lar getdi, nə qaldı? 2-dədir. Eləmi? 2-dədir. Məsələn, sinus 30 2-dədir. Məsələn, desək, sinus 60-ı tapaq. Yenə, sinus nəyin nəyə nisbəti idi? Qarşının pipetonuza. 60-ın qarşısı nədir? X kök 3 böl 2x. Burada x-lar getdi, nə qaldı? Kök 3 böl 2. İndi keçək bunu biz kosinus üçün tapaq. Kosinus 30 dərəcə. Kosinus da nəyə nəyə bölürük? Bitişi qarşı. Əslində burada kosinusu deməyə də bilərəm. Çünki əgər sinusun 30-un 60-ını bilirsənsə, kosinusu da biləcəksən. Niyə görə? Tərsinə gedir o. 90-a tamamlayan qiymətlər həmişə bir-birinə necədir? Bərabərdir. Necə? İndi onu yazarıq həm də bu qeydi yadda saxlayın. Sinus və kosinusun bir-birini 90-a tamamlayan dərəcələri deməli bir-birini 90 dərəcəyə, məsələn 60 ilə 30 bir-birini nəyə tamamlayır? 90-a tamamlayır da. Deməli onların sinus ilə kosinusu bir-birinə necə olacaq? Bərabər olacaq həmişə. Sinus və kosinusun bir-birini 90 dərəcəyə tamamlayan dərəcələri eyni olur. Dərəcələrinin qiyməti eyni olur. Bax, indi göstərirəm. Tələsməyin, indi başa düşəcəksiniz. Qiyməti eyni olur. Bu nə deməkdir? Məsələn, tutaq ki, sinus 30-da nə almışdı? Sinus 30-da 2-də 1 almışdı. Elə deyilmi? Kosinus bunu neçədə alacaq? 60-da alacaq. Yəni bunu 90-a tamamlayanı nədir? Bu 30-un. Yəni kosinus 60-da nə olacaq? 2-də 1. Və yaxud da sinus 60-da nə almışdı? Sinus bunu 60 dərəcədə alıbsa, kosinus bunu neçədə alacaq? Yəni bir sözlə sinusu bilirsənsə, kosinus da biləcəksən. Tangensi bilirsənsə, kotangensi də biləcəksən. Və yaxud da sinus kosinusu bilirsənsə, onları da biləcəksən. Tangens kotangensi öyrənməyə ehtiyac yoxdur. Kosinus nəyə biləcəksən burada? 30-a bərabər olacaq. Kök 3 böl 2. Bu qayda həmçinin nəyə aiddir? Tangensinə, kotangensə də aiddir. Bax bu qaydalar. İndi burada bəs sinus, kosinusları da bildik. İndi tangens, kotangens qalır da. Tangens, kotangensə də baxaq. Tangens nəyə nisbəti idi? Məsələn, tangens 30-un qarşısı nədir? X. Bitişiyi nədir? X kök 3. Nələr gedir? X-lar getdi, nə qaldı? 1 böl kök 3. Uzaq başı irrasionaldan azad eləsin. Kök 3 böl 3. Kök 3-ə vursan deyil mi? Kök 3 böl 3. İndi bəs bu kotangens neçə olacaq bu? 60. Kotangens 60 da nəyə bərabər olacaq elə? Kök 3 böl 3-ə. Bəli. İndi tangens 60 dərəcəni tapaq. Nəyə nisbətidir tangens? Qarşının bitişi. 60-ın qarşısı nədir? X kök 3. Bitişi nədir? X-lar getdi, nə qaldı? Nə qaldı? Kök 3. Bəli. Tangens 60-da nə oldu? Kök 3. Bəs bu kotangens neçədə olacaq? Kotangens 30 da deməli nə olacaq? Kök 3 olacaq da. 90-a tamamlayıraq bir-birini. Bəli. İndi keçirik 45-i də yazaq. 45 eyni proses. Eyni bunun kimisi mi olur? Yok ben bir de. Bu isyanı. Orta taşıdım. Qorxduq ay. Belə. İndi burada 45 qaydası necə idi? Kimin yadında düz bucaqlar 45 qaydası, düz bucaqlı, düz bucaqlı? Hə, sağ ol. Kök 2 böl 2. Kök 2-yə vuruldu da. Nəyi? 45-də, katetdə. Katetdə. Məsələn,
Bura 45 dərəcə yazıramsa, bəs bura neçə dərəcə yazacaq? 45. Bura da 45. Necə üç bucaq oldu? Bərabər yanlı. Bərabər yanlı 45, 45. Bura x deyirəmsə, burada nə olacaq? X bəs bura nə olacaq deyinə? X kök 2. Bəli, bura fikir burada olsun. İndi məsələn, mən sinus 45-i tapmaq istəyirəm. Sinus nəyə nisbəti idi? Qarşının ipi. Qarşı nədir? X. Betonumuz nədir? Nə mərcidir? Nə qalır? Belə də deyə bilərsən, ya da irrasionaldan azad elə kök 2 bölü 2. Bunun 90'a tamamlayan nədir? Belə 45. Deməli, kosinus 45-də də eyni şey alacaq da 90'a tamamlayanlar. Başa düşdünüzmü? Belə. Məsələn, deyirəm, tangesdə nəyə bölürdük? Qarşıda bitişiyə. Qarşı nədir? Qarşınız dədir x-dir. Bitişik nədir? X-dir. Nə edir? 1. Deməli, bunun 90'a tamamlayan nədir uşaqlar? 45. Deməli, kotanges 45-də də nə alacaq? 1. Bu şəkildə. 45, 30, 60. Bizə lazım olan əsas dərəcələr bunlar. Biz böyükləri də yazacağıq, amma hələ yox. Deməli. Yox, yəni bu gün yazacaq onlarda. Hə, o da gələcək hesablanır. Deməli, burada uşaqlar. Yox, çox Çox yox, başlayın. Az keçəcək, narahat olma. Sonra, burada başqa nələr qalıb? İndi biz hələ ki trigonometrik funksiyaya keçməmişdən qabaq uşaqlar. Bucağın ölçü vahidləri var da. Bunlar haqqında da qısa məlumat verim. Bucağı nə ilə ölçürlər? Ölçü vahidi nədir? Dərəcə. Dərəcə başqa? Bir də şey. Bir də demişdi. Rına. Radian. Radian. Bəli. Dərəcə bir də nə? Dərəcə bir də radian. Dərəcə bir də radian. Bəli. Deməli, dərəcə həmişə dərəcədən istifadə edirik. Radian da qoy cibinə. Bir radian neçə dərəcə demişdik? 57. 57 dərəcə. Dəhşətdir maşallah. Nə olub ay mənim? Bilirsən də deyirəm ha. Öyle baxdınız. Yox, sevindim də. Deməli, bir radian neçə dərəcədir? Təqribi 57 dərəcədir. Əslində onu izah eləmişdim. Dərslikdən bir ara keçdik, 2-3 dərs. Onu da demişdik. Bir radian uşaqlar, elə ki çevrənin radiusunun, məsələn, çevrənin nə idi? Radiusu. Çevrənin radiusu qədər bölç götürsək, radiusu uzunluğunda bölç götürsək, həmin bu radius qövsə söykənən bucaq nə adlanır? Bir radian adlanır, bax bu bucaq. İstənilən çevrə götür, balaca, böyük fərqi yoxdur. Ölçsən də həmişə həmin qiyməti alacaqsan. Yəni bura 10 sm da olsa, sən burada 10 sm göz sayacaqsan, həmin bucaq neçə dərəcə olacaq? 1 radian olacaq, yəni 57 dərəcə. Bəli. Deməli, bir radianımız indi 57 dərəcə necə olur? Hə, onu deməliyik də. İndi uşaqlar, bu pi-dən gəlir də, çevrənin uzunluğundan. Məsələn, bura bir çevrənin uzunluğu necə tapılır? 2 pi-dən tapılır. 3-ə bölürük. Arasına 2 vur pi vur bərabərdir. Bəs dərəcə olaraq neçə dərəcədir? Santimetr olaraq 2 pi santıdır. Dərəcə 360. Bunlar bir-birinə bərabərdir. Eyni şeyi əhatə edirlər. 2 ilə nə edirsən burada? 360 aparırsan. Pi nəyə bərabər oldu? 180-ə. 180-ə. İndi şu an pi-nin təqribi qiymətini bilirsiniz də. 3,114-dür. Vur bərabər. Burada radiandır, elə? Axı dedik, bir radianımız radius qədər qövsə söykənən bucaqdır da. Radius boyda qövsə söykənən bucaqdır. Onda eri tapmaq üçün 180-ə nəyə bölməlisiniz? Bəli, buradan da təqribi olaraq 57 dərəcə alınır. Ona görə deyir ki, 1 rad nəyə bərabərdir? Təqribi olaraq 57 dərəcə. Bu sizə nə vaxt lazım olacaq? Məsələn, deyəcək ki, sin 1 vurulsun, məsələn, cos 2 tutaq ki, işarəsini təyin elə. Və yaxud da deyəcək, vur x kiçik 0. Deyəcək, x-in işarəsini təyin elə. Burada dərəcə görürsünüz. Dərəcə olmayanda biləcəksiniz ki, o nə ilə verilir? Radianla. Dərəcə olsa yazacaq 1 dərəcə. Dərəcə yoxsa biləcəksiniz ki, nədir radian? 1 radian neçə dərəcə? 57. Yəni, demək istəyir ki, sinus 57 dərəcə, vur, kosinus 114 dərəcə, vur x kiçik 0.
57 dərəcə hansı rübədir? Şimdi o rübləri keçməmişəm. Birinci cümlə. Biraz əvvələ getdik. Bəli, birinci rübdə bu müsbətdir. Bu 2-yə düşür. Bu mənfidir, bu müsbətdir. X necə olmalıdır onda? X Sıfırdan küçük oldu. mənfi. X necə olmalı? Müsbət olmalıdır. Niyə görə? Bu ümumi üçün də bir-birinə vuranda necə olub? Sıfırdan kiçik olubsa, X necə götürməlisən? Bu müsbətdir, bu mənfidir. Məcbur bu müsbət olmalıdır ki, ümumi mənfi eləsin da, sıfırdan kiçik alsın. Ax, sən X-i mənfi götürsən, mənfi vur mənfi nə eləyəcək? Müsbət eləyəcək axı, ümumi sol. Amma burada kiçik sıfır verir baxır. X-imiz necə oldu? Müsbət. Bu radian haqqında qısa bir məlumat verdik. İndi bəzən biz trigonometriyada pi-ni dərəcə olaraq neçə dərəcə götürəcək? 180 dərəcə, pi-ni. Məsələn, pi dərəcə olaraq 180. Niyə görə? Pi-nin ədədi qiyməti nə qədər oldu? 3,14. Pi təqribi 3,14 da. İndi bu qiymətdir da, radian deyən. Radian dediyimiz ədədi qiymətdir da. İndi 1 radian neçə idi? İndi 3,14 də nəyə vuracaqsınız? Çünki 1 radian 57-dirsə, 3,14 radian vuracaqsınız 57. Bu da təqribi 179 neçə eləyir? Onu nə götürürlər? Nə götürürlər? 180 dərəcə. Pi-ni nə qədər götürürük? 180 dərəcə istifadə edəcək. Dərəcə olaraq. Bəli. İndi uşaqlar, trigonometriyada mənfi bucaqlar var, bir də müsbət bucaqlar. Yəni saatın istiqamətinə də gedəcək, saatın əksinə də gedəcək. Bəli. Deməli, onun müsbət dərəcə hardan başlanır hesablanmağa? Absis oxunun hansı tərəfindən? Sağ tərəfindən. Bəli. Məsələn, bu absis ordinat oxumuzu çəkdik. İndi burada həmişə dərəcə buradan başlanır. Bu saatın nəyinədir? Əksinə. Necə dərəcə olacaq? Müsbət. Amma saatın istiqamətinə gedəcəksənsə, dərəcə mənfi olacaq. Məsələn, belə gəldin, neçə dərəcə gəldin bura qədər? 90. Necə 90? Müsbət 90. Amma bura gəldin, necə oldu bura? Bura mənfi 90 dərəcədir. Bəli. Bu şəkildə dərəcələr təyin edəcəyik. Müsbət saatın əksinə gedən də olur, mənfi saat. Məsələn, belə gəlsəm bura qədər neçə dərəcə olacaq? Mənfi 180. Belə gəlsəm, müsbət 180. Bir-birini tamamlayır. Buradan bura qədər gəlsəm neçə dərəcə gələcəm? 180-90 yəni. 270. Müsbət 270 ilə mənfi 90 eyni yerə düşürlər. Müsbət 270 ilə mənfi 90 eyni qiymət alırlar. Bəli, sizinmi? Bəli. Necə gözəl dərs keçirsiniz. İndi deməli belə. Trigonometriyada çox sağ olun. Yaxşı da. YouTube'dakı şagirdlərimə Bircə dəqiqə, müəllim. çox ibrət. Deməli. 4 bəyan alacaq yəni. Danışan şagirdimiz əlidir. Maksimum 4 bəyan alacaq. Hə, indi burada dərəcənin müsbət mənfi formasını bildiniz. Gəlir indi uşaqlar trigonometrik eyniliklər. Əsas eyniliklər. Əsas eyniliklər ki, bunlar belə ki, düsturların bünövrəsini təşkil edirlər. Yenə qayıdıram bura, bu üç bucağa. Alfa, beta. A, B, C. Bəli. İndi bunu bir də soruşacağım, təkrarın ziyanı yoxdur. Sinus alfa nəyə bərabərdir? Qarşı neytron Yəni B böl C. Oy milyon bu düstur. Bəs kosinus alfa nəyə bərabərdir? Yəni A böl C. Bəli. İndi deyirəm ki, bəs Pifagor hamı bilir burada? Bəli. Bəli. Pifagor üstü necədir? Kvadrat üstəcə B-nin kvadratı. Bərabərdir C. Bunu da bilirik, bu qalsın burada. İndi bunları kvadrata işlətsən, sinus kvadratı alfa nəyə bərabərdir? Nəyə bərabərdir? B kvadratı böl C kvadratda. Nəyə işlətdin? Kvadrata. Bəs cos kvadratı alfa nəyə bərabərdir? A kvadratı böl C. A kvadratı böl C kvadratı. İndi bunları alt-alta neyinə söy? Toplasaq, əsas eyniliyin düsturlarından biri alınacaq. Deməli, alt-alta toplayana burada nə olacaq? Ay mənim. Nə var? Nə görürüz burada? Sinus kvadratı. Sinus kvadratı. Burada nə görürüz? Kosinus kvadratı.
Toplam var. Sin Değil de sin kvadrat alfa. Üstə gəl. Cos kvadrat alfa. Bərabərdir. Bunların cəmi də solları da sağlar. Deməli, C kvadratında B kvadratı. Üstə gəl nə? C kvadratında A kvadratı. İndi orada orta məhrəc nədir? C kvadratı. Hə, bu olduğu kimi qalıb sol tərəf. Orta məhrəc C kvadratın sürətləri nə edir? B kvadratı. Topla A kvadratı. Bəs A kvadrat topla B kvadrat nəyə bərabərdir? C kvadratında, öyle değil mi? Bak oradan da olur ya. Ona göre de bunların yerine ne yazacaksan? C kvadratı. C kvadratı bölü C kvadratı neydi? 1. Ona göre sin kvadratı alfa topla cos kvadratı alfa həmişə nəyə bərabərdir? 1'e. O birinci düsturumuz budur. Burada əsas şərt bucaqların necə olmasıdır? Əsas şərt bucaqların necə olmasıdır? Eyni. Yoxsa sən gelib birini alfa, birini beta yaza bilməzsən ki, bərabər 1. Elə deyə bilməzsən. Bax, bu birinci eyniliyimizdir. Birinci eyniliyimiz oldu bu. Keçirik ikinci eyniliyimizə. Ay müəllim, bu düsturları biz əzbərləməliyik. 5-6-dan düstur. Necə istəyirsən? Mesela güldüz elə bil orada müəllim. Ha, belə də dedik də, indi sən necə öyrənməzsən də, niyə əzbərsən? Sual işlədikdən biləcəksən. Bəli, deməli. İndi gəldik, uşaqlar, bu birinci eyniliyimizdir. Burada sən bu düsturdan bir-iki düstur da çıxarda bilərik. Baxın, sin kvadrat alfa topla cos kvadrat alfa bərabər 1. Buradan mən nəyi tapa bilərəm? Cos kvadrat alfa. Bəli. Burada bax bu düsturda cos kvadrat alfa nəyə bərabərdir? Bunu tapana nə etməliyəm? 1-dən cəmdən digər toplanan çıxma yanında 1 çıx nə? Sin kvadrat alfa. Bunlar da istifadə olunur. Bəzən 1 çıx sin kvadrat alfa görəndə bunun yerinə nə yazacaqsan? Cos kvadrat alfa ki, bunu bilməlisən də. Buradan da hələ ki bunu getməyib. Bəs cos kvadrat alfa buna bərabərsə, bəs cos alfa nəyə bərabər olacaq? Bu nəyin altına salacam? Kökün altında. Məsələn, x kvadratı üstdürsə, x nəyə bərabərdir? Kök 3 demirik, plus minus sözlər. İndi burada da cos kvadrat alfa buna bərabərdir cos alfa. Kökün altında 1 çıx sin kvadrat alfadır. Qabağında da nə? Plus minus. Plusu minusu nə vaxt biləcək uşaqlar? Məsələn, bu kosinus 150 dərəcə olacaqsa, 150 dərəcə hansı rübə düşür? 2-yə. 2-dən mənfi olacaq, onu da mənfisini götürəcəksən. Amma kosinus məsələn 70 dərəcə olsa birinci rübdə, müsbətini götürəcəksən. İndi bir də bunun sinusunun tapılması var. Sin kvadrat alfa nəyə bərabərdir uşaqlar? 1 çıx cos kvadrat alfada. Bəli. Yenə sin alfa nəyə bərabərdir? Plus minus kökün altında nəyə? 1 çıx cos kvadratı alfaya. Bəli. Bu əsas eyniliyindən törəyən bəzi düsturlardır. Aynen, məktəbdə bu çox asandır. Məsələn, verilir sinus alfa, yəni kosinus alfa çıxılsan, pi verilir, sinusu yerinə qoyulur, kosinusu da yerinə qoyulur, elə tapacaqlar. Burada çox çətin yer. Aferin, bəli. Aferin, yerinə qoyub tapılmış, bəli. Hə, daha mən elə yedim də. Gəldi uşaqlar. Ülviyə mən elə öyrədir. Aferin. Allah ülviyə müəllim. Tangens alfa tapılması. Tangens alfanı biz sinus kosinusla tapacaq. Tangens tapmaq üçün sini nəyə böləcəksən? Kosinusa böləcəksən. Bəli. İndi məsələn, niyə görə belə alınır? Niyəsi budur. Bu üç bucaqda sinus alfa nəyə bərabərdir? Sinus alfa nəyə bərabərdir? B bölü C. B bölü C-yə bərabərdir. Kosinus alfa nəyə A bərabərdir? bölü C. İndi B bölü C-ni bölürsən A bölü C-yə. Nə var ki? B bölü C-ni vurursan C bölü A-ya nə var gedir? C-yə gedib B olur. B bölü A. İndi tangensi tapanda nəyə bölməlisən? B-ni A-ya bölməlisən. Həmin şey alınır üç bucaqda. Ona görə də biz eynilik olaraq deyirik ki, tangens alfanı tapanda elə nəyi nəyə böləcəksən? Sini kosa böləcəksən. Bunu bütün dərəcələrdə eləyə bilərsən. Məsələn, tutaq ki, sən tangens 30-u da bu yolla, üçbucaqla da tapa bilərsən, o yolunu da demişəm. Bununla da tangens 30 nəyə bərabərdir? Sin 30 böl cos 30 da bütün dərəcələri belə tapa bilərsən. Sin 30 neçədir? 2-də 1-dir. Böləcəksən cos 30 nədir? Kök 3 böl 2-dir.
Böləndə nə edirlər? Bölünür burada. Tərsinə vurursan, İkilər gedir. ikilər gedir, daha 1 bölü köçür. Həqiqətən də tanjins 30-da nə alır? 1 bölü köçür. Nə yaxşı 3 yazsınız müəllim. Deməli, belə. Bəs kotanjens tabanı nə edəcəksən? Kosinusu, bunlar həmişə kotanjens, tanjens bir-birinin nə idi? Qardaşlar. Tərsidir. Belə. Sonra gəlirik, bunlar tərsdirlərsə, bunların hansı nəyə bərabər olacaq? 1-ə. Bəli. Bunlar tərsdirlərsə, yəni tanjens alfa vur kotanjens alfa bərabər nəyə? 1-ə. Bu da məsələn növbəti bir eyniliyimizdir. Çünki biri A bölü B idi, o biri nədir? B bölü A-da. Yəni bunları vuranda 1 eləyir da. Tərsdirlərsə həmişə 1 eləyəcək bunların hasilləri. Sonra başqa bir eynilik var məsələn, əsas düsturlardan. Bir topla tanjens kvadratı alfa nəyə bərabərdir? Bunu hazır düstur kimdə öyrənə bilərsən, yerinə də yaza bilərsən. Hazır düstur forması bu bərabərdir həmişə 1 böl cos kvadrat alfa, amma niyə? Tanjens nəyə bərabər idi? Nəyə nisbəti? Bəli. Ümumiyyətlə trigonometriya suallarında sinus, tanjens, kotanjens olan yerdə çox vaxt yerinə nə yazacaqsan? Sinus, kosinus. Əksəriyyət suallarda həmişə tanjens, kotanjens gördünsə sinus, kosinus yazırsan yerinə. İndi gəlin bu düsturu özünüz çıxarın. Bir topla tanjensin yerinə nə yazıram? Sinus böl kosinusun nəyi? Nəyi? Kvadratıda bir topla bunun kvadratı. Bərabərdir. Bir topla. Bu məxrəc nə edir? Kos kvadrat alfa sürət sin kvadratı. Nəyə gətirirəm? Orta məxrəcə. Orta məxrəc nədir? Kos kvadratı alfa. Sürəti bunu nəyə vuracam? Fikriniz burada olsun. Bunu nəyə vuracam? Kos kvadratı. Kos kvadratına. Üstə gələn sin kvadratı. Sürət nəyə verdi bizə? Sürətin cavabı neçədir? 1'dir da. Birinci eyniliyimiz sin kvadratı alfa topla kos kvadratı 1'ə bərabər. Ona görə nə olur? 1 böl kos kvadratı alfa. Ona görə deyirik ki, bir topla tanjens kvadratı həmişə nəyə bərabərdir? 1 böl kos kvadratı. Amma bunun kotanjens variantında necə olacaq? 1 böl sinus kvadratı. Bəli. Bir topla kotanjens kvadratı alfa gördüksə, yerinə 1 böl sinus kvadratı alfa yazacaq. İndi burada bəzən qarışdırırlar uşaqlar ki, ikisində də 1 böl var. Hansında sin yazaq, hansında kos yazaq, qarışdırmaq normaldır da. Onu bununla biləcəksən ki, tanjens tapanda məxrəcdə nə olur həmişə? Kos olur. Ona görə tanjensdə burada kos olacaq. Kotanjens tapanda məxrəcdə sin olur, burada həmişə sin olacaq. Bəli. Hələ ki, düsturlar olaraq bunlardır. Bunlar indi ilk eyniliklərdir, əsas eyniliklərdir. İndi keçicirik. Uşaq şeylər. Bunları öyrəndim, getdim, qiymətini düzəltdim. Maşallah, dəhşət. Şeydən buyursanım, deməli. Bu belə. İndi uşaqlar. Keçirik ayrıca sinus x funksiyasına. Bunların da özünün funksiyası var da. Funksiyanın nəyi olur? Təyin oblastı, qiymətlər oblastı, təkliyi cütlüyü, sonra nə olur? Mürəkkəb. Sabit funksiya olur. Sonra funksiyanın başqa nə olur? Artan, azalan olması. İndi bunu biz sinusun üzərinə baxacağıq. Sinusun öz xüsusiyyətlərinə baxırıq. Deməli, y bərabərdir nə funksiyası? Sinus x funksiyası. İndi biz bunun adı nədir ki, müəllim? Nəyə? Başsağlığımızın. Bunun sinus x-in xüsusiyyətləri sahib. Məsələn, burada yox da. filan kəs məsələn, boyu nə qədərdir, çəkisi nə qədərdir? Bilgimi mən burada axtararım. Xüsusiyyətləri. Orada tapamırsan, orada harda başlayır trigonometriya? Burada deyil, buradan. Gözləm. Buradan başlayır da. Ay, sağ olun. Gözlə. Xalı bu. Y bərabər sinus x. Buradan başlayır. Əllərimiz yerin qızıl. Deməli, uşaqlar, birinci başlıq təyin oblastı nə deməkdir? X-in ala biləcəyi qiymətdir. Ləman, X-in ala biləcəyi qiymətdir. Təyin oblastı nədir? X-in ala biləcəyi qiymətdir. Burada X-a qiymət olur, yoxsa dərəcə olur burada? Dərəcə olur, demişəm, sinus neçəsə dərəcə, sinus neçə dərəcə. Bura vermədiyimiz dərəcə ola bilər, hansısa dərəcəni yazmaya bilərik.
Hər dərəcə yaza bilərik. Sinus milyon dərəcə, sinus 100 dərəcə, sinus mənfi neçə dərəcə. Ona görə təyin olması nədir? Mənfi sonsluq, müsbət sonsluq. Həmişə. Təyin oblast hansılarla işarə olur bəzən? DF də deyirlər də buna. Təyin oblast. Bəs qiymətlər oblastı. Uşaqlar, bu sinusun qrafı üzərində göstərəcək. İstəyir burada milyard dərəcə olsun, istəyir trilyon dərəcə olsun. Maksimum neçə ola bilər? 1, minimum mənfi 1. Bunlar heç vaxt aşmır. Yəni ən az mənfi 1 ola bilər, həmçisi. Ən böyük də müsbət bir qiymətini ala bilər. İstəyirsən neçə dərəcəni hesablayırsan, hesabla. Bir də bunun təkliyi, cütlüyü var. İndi artanız olmasını deyəcək. Y bərabərdir sinus x. Ümumiyyətlə, bir dənə kosinus cütdür. Hamısı nədir? Təkdir. Bir dənə nə cütdür? Kosinus cütdür. Funksiyanın tək cüt olmağını biz elə əvvəlki dərslərdə keçmişik də. Təklik nə deməkdir? Tək funksiya nə deməkdir? Məsələn, deyirik sinus x təkdir. O bizim nə işimizə yarayacaq? Tək olanda nə edirik ki? Kvadrat. Deyil. Bir dənə tək funksiya deyirik. Trigonometriya kənar. Funksiyaya keçmişik. Bir dənə tək x-in kubu. Necə funksiyadır? Niyə görə təkdir? Düzdür. X-a tək qoyanda X-a mənfi verəndə mənfi olur. Yəni də burada mənfi dərəcə verəcəksənsə, qiyməti nə olacaq? Mənfi olacaq. Amma kosinusda əksinədir. Mənfi də versə necə olacaq? Müsbət olacaq həmişə. Sinus x necə funksiyadır? Təkdir. Bəli. Nə demək? Məsələn desəm, sinus mənfi 30 dərəcə. Mənfi neynəyəcək? Qabağa keçəcək. Mənfi sinus 30. Sinus 30'da nə olurdu? Mənfi 2-də 1. 2'də 1, yəni mənfi 2'də 1. Aydın mı? Tək funksiya bu deməkdir. Məsələn, sinus mənfi 80 dərəcə. Mənfi neynəyəcək? Qabağa atacaq, mənfi sinus 80. Bu şəkildə. Və ya da mənfi sinus, tutaq ki, mənfi 45 dərəcə. İndi buradakı mənfi də bura gələcək necə olacaq ümumilikdə? Bunu da müsbətə çevirəcək, olacaq yekunda sinus 45, o da bərabərdir kök 2 böl 2. Yəni təklik bizim bu işimizə yarayacaq. Mənfi həmişə nə edəcək? Qabağa, qarşıya atacaq. Sinusda. Sonra artan, azalan olmasını deməmişdən qabaq, bunun böyük dərəcələrini deməmişik. Biz 30-u 45-i bir də nə demişik? 60 demişik. Amma 90 və digər 180 onları deməmişik. İndi onları deyək, sonra digər xassələrini keçək. Dərəcə həmişə hardan başlayırdı? Buradan. Bura neçə dərəcə? 0 dərəcə. Bura neçə dərəcə? 90 dərəcə. Bura 80 dərəcə. 270 dərəcə. Təzdən bura 360 dərəcə. Bəli. İndi uşaqlar, bu trigonometriya mövzusu boyu, həmişə ordinat oxuna nə oxu demişdik? Y. Yox. Ordinat oxuna nə deyirdik? Trigonometri funksiyalardan hansının adını vermişdik? Sinusun adını. O dərslikdən bir şey çəkmişdik. Buna nə oxu deyirdik? Sinus alfa. Buna nə demişdik? Kosinus alfa. Buradan yuxarı necə qiymətlərdir? Müsbət. Buradan aşağı mənfi qiymətdə bunu funksiyalarına bilirik. İndi demişdik sinus maksimum neçə ala bilər? 90'a 270. 1. Minimum. Mənfi 1. Yəni sinusun qiymətləri nəyin üzərində olacaq? Ordinatın üzərində da. İndi müsbət tərəfi buradır. Bura müsbət 1 yazacağam, mənfi 1. Müsbət 1. Bura nə yazacağam? Mənfi 1. Mənfi 1. Bəli. İndi biz funksiyadan bilirik ki, nöqtə absisin üzərindədirsə, onun y-i nə olur? 0. Nöqtə y-in üzərindədirsə, x-i 0 olur. İndi məsələn, bu 0 dərəcə hansı oxun üstündədir? Kosinusun üstündədirsə, bunun sinusu nə olacaq? 0. Nöqtə sinin öz üzərindədirsə, qiyməti var. Məsələn, 180 hansı oxun üstündədir? 180 x-in. Kosinusun, onda bunun sinusu nə olacaq? 0. 270'in kosinusu nə olacaq? 0. 90'ın kosinusu nə olacaq? 0. Çünki nəyin üzərindədir? Sinusun üzərində. Bəli. İndi yazıram sinus 0 dərəcədə nə olacaq? Sinus 0. 0. Çünki 0 dərəcə hansı oxun üstündədir? Kosinus. Bunlar çox dəyişmir də, bunun bizə çox kömək olacaq. Yəni həm qiymətlərin tapılmasında, həm işarələrdə, həm artan azalan olmasında. Deməli 0 dərəcə, yəni bunları da yadda salmaq çətin deyil də, hamı bilir gözün qabağına gətirə bilir. Gözün qabağına gətirsən ki 0 sinusdadır, kosinusdadır. Kosinusdadır, onun sinusu nə olacaq?
Bəs 90 açıq aydın görünür də 90-da nə alır? Öz qiymət 1 alır. Bəs 180 hansı oxun üstündədir? 0 alır onda da. Posta olduğu üçün 0 yeyəcək həmişə. Harada sinus 180 gördünsə nə olacaq? 0 olacaq təbii ki. Bəs sinus 270-dən nə alacaq? Orada mənfi 1 alır. Mənfi 1. Aşağısı mənfi 1, yuxarısı müsbət 1. Bəs sinus 360-dən nə Orada alacaq? 0 alır. O da 0 olacaq çünki o da kosa düşür. Biləməli olacağınız dərəcələr bunlardır da. Niyə bu kadar? İndi bu dərəcələr bura. İndi gəlin bunun işarələrini təyin edək. Sinus hansı rübdə müsbətdir, hansı rübdə mənfidir, bəli. Rüblərdə işarəsi. 1-dən 3-də. İşarəsi. Sinus x-ə. Sinus x-ə baxırıq. İndi bura baxın. Sinus oxu hansıydı? Y. Bu nə oxudur? Sinus oxudur, bəli. Buradan yuxarı necə qiymətlərdir? Müsbət. Müsbət. Buradan aşağı? Mənfi qiymətlərdir, bəli. Bura neçənci rübdür? 1, 2, 3. Bu da 4-cü rübdür. İndi birinci rübə sinusun müsbəti düşür, mənfisi müsbəti də. Birinci rübdə sinus müsbəti. İkinci rübə müsbəti. Üçüncü rübə mənfisi. Dördüncü rübə mənfisi. Deməli, sinus hansı rüblərdən müsbət olur? 1-dən 2-dən müsbətdə, 3-dən 4-də mənfi. Formada. Bir də sinusun artan, azalma, artma və azalma aralıqları var. Deməli, onu da yazaq. Sinus x-in artma və azalma rübləri. İndi burada yenə bir absis ordinat çəkək. Deməli, belə. Sinus burada nə alırdı uşaqlar? 0. Burada nə alırdı? 1. Burada nə alırdı? 0. Burada nə alırdı? Nədir? 0. İndi birinci rübü görürsünüz da. Birinci rübdə sinus nədən nəyə gedir? 0-dan nəyə gedir? Neyiniyib? Artıb. Birdən sıfıra azalır. İkinci rübdə neyiniyib? Birdən sıfıra düşüb neyiniyib? Azalıb. Burada neyiniyib? 0-dan mənfi 1-ə neyiniyib? Azalıb. 0-dan mənfi 1-ə düşüb. Burada mənfi 1-dən 0-a qalıb neyiniyib? Artıb. Onda artma azalma aralığı da yazmıram ki, hansı rübdə artandı, hansı rübdə azalan, çünki o da əzbərləyəcəksiniz də. Daha özünüz bilin, daha sonrasını neyinirsə edin. Daha rahat forması budur. Daha kim deyirsə ki, yox, mən gedim bu əzbəri, daha özü bilər. Aydındır, qiymətləri qoyub baxırsan da 0-dan 1-ə artıq, 1-dən 0 azalır, 0-dan mənfi azalır. Bir də bunun nəyə qalıb, bir dənə səbirli ol, çəkiləcəm daha rahat olma. Heç nə, o biraz geniş yer tutacaq, o sizlərdən sonra qrafik qaldı. Şöyle qrafik da çəkim. Bir dənə qrafik qaldı, dövmür. 2 cümləmiz qaldı. Deməli. Sinusun qrafiki. Qrafikində də qiymətləri bilməli, sənin köməyinə çıxılacaq, bu qiymətləri bilməlisən. Deməli, sinus x-in qrafiki. Deməli, qrafiki. Qiymətləri sadəcə dərəcələri qeyd edib birləşdirəcəksən. Deməli, biraz bu tərəfdən çəkək, uzun olsun. Deməli, bura başlanğıc 0-dır da, elə deyil mi? Məsələn, x-in qiyməti, bu nə oxudur? X oxudur da, absis oxudur. X-in qiymətləri burada qeyd olunmalıdır da. Burada dərəcələr budur, elə deyil mi? Dərəcələr nədən başlayır? 0, əsas qiymətləri qeyd edəcək. Sonra 90 dərəcəni qeyd edəcək, 180 dərəcəni qeyd edəcək. Bu elə ki, sinusun dərəcələridir. Qrafik qurmaq üçün biz x-in, y-in qiymətlərini yazmalıyıq da. Sinusun x-ları dərəcələrdir. X-lar da x-in üstündə qeyd olunmalıdır. 270, bir də 300. Bunu çoxlu artıra bilərik. Yoxsa təkrarlanacaq yəni. Eyni qrafik. Maksimum y-i nə ola bilirdi bunun? 1, minimum? Mənfi 1. Bu da belə. İndi sinus 0-da nə alır? 0-da 0 alır da. 0-da 0 alır. Elə buradan keçəcək qrafik, eləmi? Bəs 90-da nə alır? 1. Vay müəllim, neynədir? Eşində, özünə gəldi. Hə, 90-da nə alır uşaqlar? Hara gedəcək?
buradan keçəcək qrafik. 0-da 0 almışdı, buradan keçəcək. 180 nə alır? 0. Buradan keçəcək elə olduğu yerdə qalır. 270-də bu niyə yoxdur? Mənfi 270-də nə alır? Aşağı. Hara düşəcək aşağı, bax, mənfi bir gəlib alır. Buradan keçəcək qrafik. 360-da nə alır? 0 yerə yetişəcək. Bunlar nə edəcəksən? Birləşdirəcəksən, olacaq nəyin qrafiki? Sinusun qrafiki. Ay sən nə Belə. Nə qəşəng qrafikdə? Bəli. Xoşun gəldi? edirsən? Yaxşı. Bir də y bərabər sinus x-in nəyi dövrü? Sinus x-in Sinusinin qabı. necə? Amplitude nə deməkdir? Amplitude nə deməkdir? Amplitude yuxarı qalxıb aşağı düşməsidir da, genişlənməsidir. Keçmişik onu biz mənim. Yox, amplitude lazım olmur burada. Ay, elə Deməli, yox, amplitude burada lazım olmur. Deməli, sinus x-in dövrü. Dövr nə deməkdir? Həmin o dövrdən bir eyni qiymətləri alır da. Bunların hamısında var. Məsələn, sinus 30-da da 2-də 1 alır, sinus 150-də də 2-də 1 alır. Neynir? Dövr edir də, dərəcələr artıra gedə bilərsən. Aysu, sonra təhlil edirsən də. Bu da vaxtlar, bu yerini bilir. Sonra deyərsən ki, mən bu trigonometri anlamıram. Çünki dərs keçiləndə sən başqa işlərlə məşğulsan. Ancaq anlamırsan axı. Çətin olur sənə sonra. İndi uşaqlar, bunun dövrü necə tapılır? Məsələn, normalda bunun tam dövrü 2 pildir da. Çünki tam dövrü neçədir? Mənimə yıxır, bir dənə. Tam dövrü 360 da. Gör mən özəndə açıram. Deməli, tam bir dövr hamısında nə uşaqlar? 360-dır, 2 pildir. Amma sinus 1x olanda da bildinizmi? Sinus x olanda tam dövrü nədir? 2 pildir. Çünki konkret x-dir, eyni tam dövrəsi 2 pi, 360 olacaq. Amma burada indi x-in nəyi ola bilər? Əmsalları ola bilər. Məsələn, sinus 2x ola bilər, sinus 5x ola bilər. Onda artıq dövr neyniyəcək? Dəyişəcək. Bəli, mümkün deyil, mümkün deyil. Bunlar mümkün deyil da. Yəni, Bəli, mümkün deyil. Xahiş edirəm. Və bunun mən dərs çəkən yerdə Mənə də mane olur göstər, sizə bax. Bir dənə Mən yazı məcbur, yazıldı. görsən dərs cəmat orada dərsə qulaqca, mən burada gəlib səndən telefon aldım. Ay, dərsimiz ya. Sonra əlindən alsan, sonra desən ölməsi yazım. Mənim bilməm. Məndən də alın, amma məndən nə alın? Sözüm yox. Bu uşağın trigonometri anlaması qeyri-mümkündür həqiqətən. Əsəbləşmə. Dərsdə telefondan istifadə edən, nənəmin baldızına mesaj yazır, yan bura kimə mesaj yazır. Bu yeridir mi? Deməli, bu da qaldı burada, bax fikrimi yayınlıyoruz. Bu qaldı burada, mən ki, başqa səhifəyə keçirəm. Burada sinus x-in dövrü uşaqlar t bərabərdir 2 pi-dir. Yəni sadə sinus x olsa, yəni tam 360 da. Çünki x-in əmsalı nədir burada? 1-dir da 1x. 2 pi bölü 1 elə 2 pi edir. Amma indi bu dəyişə bilər. Necə dəyişə bilər? Məsələn, y bərabərdir sinus kx, yox, kx yox. Biraz da qarşı yazım. Qarşı formasını yazam. Məsələn, sinus üstü n dərəcəsində yazıram. Bax ki, kx topla, yatsıq, məsələn, b. Bu cür ifadə olanda burada 2 hal var. N'in tək hal var. Bir də n cüt ola bilər da. N tək ola bilər, bir də cüt ola bilər. İndi bunu necə baxacaq? Normalda uşaqlar 1x olanda dövrü nə idi? 2 pi. İndi bu x nəyə vurulub? K-ya vurulsa sən 2 pi nəyə bölməsən? K-ya bölməsən ki, onun x gör neçə vurulub, biz onu bölüb kiçiltməliyik də, onun dövrünü tapmaq üçün bu x-in əmsalına bölməliyik. Çünki normalda tək x olan 2 pi idi. İndi k-ya vurulsa sən k-ya böləcəksən. Nəyi böləcəksən indi? Təşrəm cütdə fərqlidir. Birində 2 pi-ni, birində pi-ni bölürsən. İndi qarışdırmamaq üçün hansında 2 pi-ni böləcəm, hansında pi-ni böləcəm, indi deyirəm. İndi bu sinusun dərəcəsi tək olsa neçə rübdə qiymət alacaq? 2 rübdə qiymət alardı, elə deyil. Çünki dərəcə tək olsa mənfi olanda nə olacaq? Mənfi olacaq. Müsbət olanda müsbət olacaq. Yəni bunlar 4 rübdə qiymət alırlar axı, elə deyil. Məsələn, sinus birinci rübdə necədir? Müsbət, burada necədir? Mənfi da. İndi bunun dərəcəsi tək olsa, mənfi də ala bilər, müsbət də ala bilər. Bütün rübdə qiymət ala bilirmi? Nə vaxt? Tək olanda.
Demək tək olanda bütün rüb hamısı bir yerdə neçə dərəcədir? 2 pi, elə deyilmi? Son. Ona görə dərəcə tək olanda 2 pi-ni nəyə böləcəksən? 360. K-ya, ikisinin əmsalına. Amma indi təbii ki biz bunu modulda K yazacaq həmişə, ikisinin əmsalını. Dövrümüzü müsbət götürəcək. En cüt olanda mənfi olsa belə necə qiymət alacaq? Müsbət alır. Müsbət alacaq. Neçə rüb də müsbətdir? Birdən 2'den. Həm 2 rüb də. 2 rüb neçə dərəcədir? 180. Burada nəyə böləcəksən? Pi-ni böləcəksən nəyə? Modulda K-ya. Yəni bunlar qarışdırılası bir şeydir. Necə? Məsələn, bilmirsən 2 pi-ni böləsən, yoxsa pi-ni böləsən, qarışdırmamaq üçün düşünəcəksən ki, dərəcəsi təkdirsə, məsələn, burada bir nümunə yaza bilərik. Məsələn, tutaq ki, sinus kvadratı 3x, məsələn. Və ya da başqa biraz da qarşı. Sinus kvadratı, məsələn, 5x çıx 4, məsələn. Deyir, bunun dövrünü tap. İndi pi-ni böləcəm, yoxsa 2 pi-ni? Dərəcə necədir? Cüddür. Neçə rübdə qiymət alır? 2 rübdə. Nəyə böləcəm? Pi-ni böləcək da. Dərəcə cüddür. Həmişə müsbət olacaq. Cüddür axı. Müsbət olduğunda ancaq 2 rüb var. Onda bunun dövrünü alacaq uşaqlar. Pi böl neçə? Pi böl 5. K-mız 1. Daha modulda yazmısan da müsbət olmasın. Problem yox. İndi deyirəm məsələn sinus üstü 5 4x topla 2. Bunun dövrü necə olacaq? 2 pi nə böləcək? 4-ə. T bərabərdir. Daha müsbətdir, ehtiyac yoxdur. Və 2 pi-ni böləcək. 4-ə. 4-dən də 2-ni aparacaqsan, qalacaq pi böl 2. Pi böl 2 dərəcə olaraq neçə dərəcə götürəcək? 90. Yəni 90 dərəcədən bir bunun qiymətləri neynəyəcək? Eyni olacaq. Və 90 dərəcədən bir qiymətləri eyni olacaq. Bu belə. Demə Belə, bəli. bitdi deyib yazır sistemə gəldi. Nə oldu? Bunu da bilirsiniz, bunu elə belə yazar. Dərəcəni radiana çevirəndə nəyə vuracaqsınız? Sənə 3,4. Yox, 57-yə. Yox, uşaq. 3,100. Dərəcəni radiana çevirəndə belə deyəcək. Həmişə pi böl 180-ə vuracaqsınız. Nəyə? Vur. Amma radianı dərəcə çevirəndə deyəcəm indi qarışdırmamaq üçün nə? Radianı bunu tərsinə vuracaqsan. Dərəcəyə 180-ə. bəli çevirəndə deməli 180 böl pi-yə vur. Məsələn, sənə deyəcək ki, tutaq ki, 72 dərəcəni radiana çevir. 72 dərəcəni nəyə vuracaqsan? Pi vur 180. Pi böl İndi 180. burada da qarışdıra bilərsən ki, görəsən mən pi böl 180-ə vurum, yoxsa 180 böl pi-yə. İndi hansına vuranda dərəcələr ixtisar gedəcək? Hansına vuranda dərəcələr gedəcək? Dərəcə var. Sən məsələn bunu 180 böl pi-yə vuranda ixtisar gedir, ixtisar getmir da. Ona görə nəyə vuracaqsan uşaqlar? Bu pi böl 180-ə. 180 72 ixtisar gedir. 36 yapıranda 2, bu da 5. Olur 2 pi böl 5. Bəzən qapalı sualda bunu vurmağa ehtiyac yoxdur. Şifahi məsələn 180 yerinə qoysan, nədə pi-ni yerə 180 qoysan, 180 böl 5, 36, 2-yə vuranda 72 dərəcə. Belə şifahi də hesab edirsən, heç vurmasan da olar. Amma qapalı sualdırsa da, aydındır mı? İndi məsələn bir dənə də radian verirəm. Tutaq deyir ki, 3 pi böl məsələn 5 neçə dərəcədir? İndi bu daha qısa variantı pi-ni yerinə qoysan 180. 180 böl 5 36. 36-nı 3-ə vuranda 108. Yəni dərəcə olan neçə dərəcəymiş? 108. İndi bəzən biraz qarışıq olur həqiqətən də. Elə ki bölünmür da, 180 bölə bilmirsən. İndi burada 185-ə tam bölünür, rahatdır. Bölünməyəndə isə bunu nəyə vurmalısan? Radianı nəyə vurmalısan dərəcə çevirəndə? 180 böl pi-yə da, radian dərəcə çevirəndə. İndi bunu nə bildin ki 180 böl pi-yə vuraq? Çünki pi-lərin getməsi üçün mən bunu dərəcəyə çevirirəmsə, pi neynəməlidir buradan? Getməlidir. Pi-nin getməsi üçün bu
Pi aşağıda olmalıdır da, məxrəcdə olanı vurmalısan ki, bunlar geçsin. Sonra bundan da 5 ilə də 180 aparsan 36. Yenə 336-ya vuranda cavab nə edir? 108. Yəni belə yerdən də qoya bilərsən də, fərqi yoxdur. Pi-ni yerinə 180 qoya bilərsən. Bitmiş demədim yəni. Gözü məndə deyil. Bitir də, xırda xoş bir şeylər deyirəm. Çox xırda xoş demədim. Həqiqətən də, düstur deyil. Sinus x-in əbəqəsi nədir? Əbəqə nədir? Əbəqə qiymət neçədir? 1. Əbəqəsi 1-dir da. Əçəqəsi nədir? Hə, bunu da bilirsiniz da. Görsən deyirəm də, bildiğin şey deyirəm. Sadəcə bir qeyd olaraq yazıram. Sonra, indi bu dəyişə bilər də. İndi suallarda qarşımıza çıxacaq. Sinus kvadratı x. İndi bunun əbəqəsi nədir? 2. Sinus ümumiyyətlə birdən böyük qiymət ola bilər. Yenə nədir? 1 olur. Yenə böyük də sonra. 1 olur. Amma Əgər qarşısında onda mənfi 1 ola bilməz. Ay sol, çünki kvadratdadır. Bəli, kvadratın ən kiçik qiyməti nə ola bilər? 0 ola bilər. Hə, 0 ola bilər. Və yaxud da bu modulda da verilə bilər. Sonra 2. Modulda sinus x da verə bilər da. Yenə 1 amma o birisi yenə 0. ay sol, ən böyük qiyməti yenə 1. Ən kiçik qiyməti isə 0 olacaq. Yəni, çünki moduldan həmişə müsbət çıxar. Deməli, əliyyə görə axırıncı. Deməli, axırıncıda. Sinus, məsələn, A sinus x da deyə və alfa da deyə. A sinus x topla B kosinus x. Bu cür ifadə gördünüzsə, dərəcələr necə olmalıdır? Eyni olmalıdır da, eyni. Məsələn, burada alfa, burada beta yox, burada x, y yox. Bu cür ifadə olanda bunun ən böyük, hazır suallar var ha, eyni belə biləcək. İndi A-nın yerinə bir ədəd, bunun yerinə bir ədəd qoyur. Deyəcək, ən böyük qiymətini tap, ən kiçik qiymətini tap. Bunun özünün çıxarılmış düsturu var. Ən böyük qiymət tapmaq üçün kökün altında əmsalların kvadratını tapırsan. Kök altında A kvadrat topla, B kvadrat. Ən kiçik qiymət deyəndə qabağına bir dənə nə atacaqsan? Mənfi atacaqsan. Mənfi kök altında A kvadrat topla, B kvadrat. Məsələn, deyirəm, sinus alfa topla 2 kosinus alfa. Bunun məsələn, ən böyük qiyməti 2. kökün altında Birin harasını hərdə bunun əmsalı nədir? 1-in kvadratı üstəcə 2-nin kvadratı. Doğru. 1-in kvadratı topla 2-nin kvadratı. Onun üçün kök 5. Onda ən kiçik qiymət nə olacaq? Mənfi kök 5-dir. Bu qədər. Reki bağlayan bir basın buradan. Hə, zəhmət olsun. Yəni xahiş edirəm. Bağlanışı sən elə. Deməli, evdə trigonometriya test vermirlər. Hələ bunları neyin? Eşitirsinizlər mi? Hamı, Aysu. Ne edəcəksiniz? Evdə dəftər götürürsünüz, vərəq götürürsünüz. Gəl, Aysu. Müəllim burada çalır deyin, nə müəllim burada çalır deyin. Dəftər vərəq götür, bu yazılı olaraq öyrənir, yaxşı mı? Hələ o kameraman sayır. Məsələn, hörmətli bazarsan kamerada tutmalı. Uşaqlar xahiş edirəm. Uşaqlar.